Bugün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, muğam sənətimizin tanınmış siması, xalq artisti Şahnaz Haşimovanın doğum günüdür. Ömrünün böyük hissəsini milli musiqimizin inkişafına, Azərbaycan muğamının qorunmasına və gələcək nəsillərə ötürülməsinə həsr etmiş sənətkarın adı xalqımızın yaddaşına qızıl hərflərlə yazılmışdır. Azərbaycan musiqi mədəniyyətinin zəngin xəzinəsində elə sənətkarlar var ki, onların fəaliyyəti yalnız bir dövrü deyil, bütöv bir sənət məktəbini əhatə edir. Şahnaz Haşimova məhz belə sənətkarlardandır. O, öz ecazkar səsi, yüksək ifaçılıq məharəti, zəngin repertuarı və milli musiqiyə sonsuz sevgisi ilə neçə nəsillərin qəlbini fəth etmişdir. Şahnaz Haşimova 1957-ci il iyunun 2-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açmışdır. Gəncənin zəngin musiqi mühiti onun sənət yolunun formalaşmasında mühüm rol oynamışdır. Hələ uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən Şahnaz xanım xalq mahnıları və muğam nümunələri ilə böyümüş, bu sənətə ürəkdən bağlanmışdır. Onun fitri istedadı erkən yaşlarından diqqəti cəlb etmiş, müəllimləri və sənət adamları bu gənc qızın gələcəkdə böyük xanəndə olacağını söyləmişlər. Məhz həmin istedad və zəhmət sayəsində Şahnaz Haşimova professional musiqi təhsili alaraq Azərbaycan muğam sənətinin ən görkəmli nümayəndələrindən birinə çevrilmişdir. Uzun illər Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən sənətkar Azərbaycanın müxtəlif bölgələrində, eləcə də xarici ölkələrdə keçirilən konsertlərdə uğurla çıxış etmişdir. Onun ifasında səslənən muğamlar və xalq mahnıları hər zaman tamaşaçıların böyük rəğbətini qazanmışdır. Şahnaz Haşimovanın yaradıcılığında Azərbaycan xalq mahnıları xüsusi yer tutur. O, Şuşanın dağları, Sarı Bülbül, Qaragilə, Ay Laçın, Küçələrə su səpmişəm və digər xalq mahnılarını özünə məxsus üslubda ifa edərək bu əsərlərə yeni nəfəs vermişdir. Sənətkarın ifasında hər bir mahnı sanki yenidən doğulur, yeni həyat qazanır. Muğam ifaçılığı sahəsində də Şahnaz Haşimovanın xidmətləri əvəzsizdir. Onun ifa etdiyi Rast, Şur, Segah, Bayatı, Şiraz, Çahargah və digər muğamlar həm peşəkar musiqiçilər, həm də dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun səsində Azərbaycan torpağının nəfəsi, xalqımızın tarixi yaddaşı və mənəvi dünyası yaşayır. Şahnaz Haşimova yalnız səhnə fəaliyyəti ilə kifayətlənməmiş, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, uzun illər gənc xanəndələrin yetişdirilməsi üçün böyük əmək sərf etmiş, öz bilik və təcrübəsini tələbələrinə sevə-sevə ötürmüşdür. Bugün Azərbaycanın müxtəlif səhnələrində çıxış edən bir çox xanəndələr məhz Şahnaz xanımın sənət məktəbini yetirmələridir. Onun pedaqoji fəaliyyəti Azərbaycan muğam sənətinin gələcəyinə verilmiş ən böyük töhfələrdən biridir. Çünki milli musiqimizin yaşaması və inkişafı məhz belə sənətkarların yetişdirdiyi gənclərin hesabına mümkün olur. Şahnaz Haşimova həm də bacarıqlı təşkilatçı kimi tanınır. Uzun illər Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edən sənətkar şəhərin mədəni həyatının inkişafında böyük rol oynamışdır. Onun təşəbbüsü ilə çoxsaylı musiqi layihələri, konsert proqramları və mədəni tədbirlər həyata keçirilmişdir. Gəncənin musiqi həyatının canlanmasında və gənc istedadların üzə çıxarılmasında onun xidmətləri danılmazdır. Azərbaycan dövləti Şahnaz Haşimovanın xidmətlərini hər zaman yüksək qiymətləndirmişdir. O, əvvəlcə əməkdar artist, daha sonra isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. Bundan əlavə, müxtəlif dövlət mükafatları və fəxri təltiflərlə mükafatlandırılmışdır. Bu mükafatlar onun sənət yoluna verilən yüksək qiymətin ifadəsidir. Şahnaz Haşimovanın adı bugün Azərbaycan muğam sənətinin ən görkəmli nümayəndələri sırasında hörmətlə çəkilir. O, öz sənəti ilə təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da milli musiqimizi layiqincə təmsil etmişdir. Onun ifaları Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya tanıtmış, xalqımızın musiqi irsinin təbliğinə xidmət etmişdir. Bugün doğum gününü qeyd edən Şahnaz Haşimova həm sənətkar, həm müəllim, həm də Azərbaycan mədəniyyətinin fədakar xidmətçisi kimi böyük hörmət və məhəbbət qazanmışdır. Onun keçdiyi sənət yolu gənc musiqiçilər üçün örnəkdir. Səhnədə qazandığı uğurlar, milli musiqimizə verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar onun adını daim yaşadacaqdır. Doğum günü münasibətilə xalq artisti Şahnaz Haşimovanı ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, yeni yaradıcılıq uğurları və Azərbaycan mədəniyyəti naminə həyata keçirdiyi fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq. Qoy onun sənət nuru daim Azərbaycan musiqi səmasında parlasın, səsi və ifaları gələcək nəsillərə milli irsimizin ən dəyərli nümunələri kimi çatdırılsın.
Şahnaz Haşimova Azərbaycan musiqisinin qüruru, Gəncənin fəxri və xalqımızın sevimli sənətkarıdır.